Və bu iki xanada su olmalıdır. Bunlar deməli sudur. Bunlar boşdur. Qabın bu boşluq, dibi də boşdur. Bax bu iki dənə x-sa, onda bunlar sudur. İki dənə xanada su olmalısa bunlardır. Onda bunlar boşdur. Bu qabın dibi, aha bax bir dənə tapmışam, bunlar x-dir. Bunlar x-sa hamısı x-dir. Eyni sətr qoyun. Bunlarda su var, bunlarda su var, bunlarda da su var. Görürsən? 30 saniyə həll edər. Yəni qaydasını tutsan rahat dərsiniz. Çətin bir şey yoxdur. Zikə bir dənəsini də elə belə eləyim. Qalım görün neçə saniyə eləyərəm. Vaxt niyə qoysun burada. Ee, Bax bunlar sudur, bunlar x-dir. Onda bunlar da x-dir. Bunun altı sudur. Bu da sudur. Bunlar 2 yox, dəfələrdir. Misal üçün deməli, ona 100% burada su var. Yəni, bu ilişdir. Burada ilişdik. Bax bu o qədər asan getmədi. Amma mən istəyirəm ki, bu sürətli həll edilir. İki xanada su varsa, hə, bunlar boşdur. Hə, suda tapılır. Bu sudur. Onda burada su varsa, bir dənə xanada su olmalıdır. Üç dənə. 100% burada su var. Onda bunda da su var. Burada x-dir. Başqa burada başqa var. Ha bu uzun getdi. Ha bu görürsən o qədər asan tapılmadı. Burada biz başqa necə getmək olar? Müəllim, aşağıdakı üçlü tam da olsa düzəlir elə bilirəm, yox? Bura. Üçlü blok var aşağıda. Sadə. Bu mu? O tam da olsa yuxarıdakıları ödəmir. Həm də hə, bax bu ikiyə görə bir dənəsi var, bir dənəsi qalıb. O da məcbur bu olacaq. Bunlar boşdur. Bu da su deyil, bu da. Bunlar tam. Bunlar su. X, X, X. Bunlar. Ha, bu vaxt. Gəl bir dənəsini görüm. Sürətini necə edə bilər. Bunlar sudur, bu da sudur. Bu X-dir. Bunlar X-dir. Sonra bir dənə bunda su var. Bunlar hamısı X-dir. Bunlar X-dirsə bunların yuxarısı X-dir. Bunlar sudur, bu sudur. Bunlar X-dir. Bir dənə qaldı burada. Bu sudur. Bunlar X-dir. Bunlar sudur, bunlar sudur. Görürsünüz? Mən izah eləmədə elədim 24 saniyə. Məsələn, yəni söhbəti biləndə rahat tutmaq olur. Asan. Bir dənə qaydasını deyil. Süzürlər. Gəlin bir dənə də çubuqlara keçək. Rahatdır çubuqlar. Çubuq dəstələri. Çubuqlar budur. Şərtləri yazılıb onsuz da. Burada məsələ nədir? Bax, deyir ki, nömrələnmiş 12 çubuqdan hər biri bağlanıb falan nəsə. Mən bunu oxumuram. Bax, bu gördüyünüz 12 dənələr bunlar çubuqdur. 1-dən 12-əcən nömrələnən çubuqlar. Və bunlar nədir? Bunlar ipdir. Bunlar müəyyən bir iplərlə bir-birlərinə dəstə şəklində bağlanıblar. Və ona uyğun olaraq belə deyək. Sən burada dəstələri tapmalısan. Deyir ki, hanı o şərt? Dəstələri müəyyən edirik. Davamını sonra baxacaq. Dəstələri müəyyən edərək. Bax, dəstələri necə müəyyən edirsən? Ürəyin hardan istəyir başla. Məsələn, bax. Amma yenə də deyirəm, eyni dəstələr, eyni rəqəmlər olmur. Bax, məsələn, mən gəl başlayıram 1-dən. Ürəyin hardan istəyir başla. Bax, nöqtələrlə gedirsən. 1 gəlir birləşir 4-ə. Düzdürmü? Yazıram. 1 gəlib birləşir 4-ə. 4-ün digər nöqtəsi buradadır. Gəlir 12-yə. 12-nin digər nöqtəsi buradadır. Gəlir
1'ə və nə oldu? Bax, dövrə qapandı da. Təzədən 12-dən sonra 1 yazmalı deyiləm. Elə bil ki, başlanğıcla son eyni ola bilməz. Necə deyərlər? Çünki eyni rəqəmlər olmamalı. 12-dən 1-ə gəlmir. Belə göstərəndə bağlandım. Bitdi. İndi nə edirik? Baxırıq ikinci dəstəyə. İkinci dəstə ürəyin hardan istəyirsiniz? Misal üçün götürürəm elə bax 2 nöqtəsini. Bax yenə deyirəm, hardan istəyirsən başla. Lap 2-dən gəl lap başlayıram tam 10-dan. 10 gəlir 11-ə. 11-in digər nöqtəsi buradadır. Gəlir 6-ya. 6-nın digər nöqtəsi buradadır. Gəlir 2-yə. 2-nin digər nöqtəsi buradadır. Gəlir 5-ə. 5-in hanı 5? Harda qalmışdı? 5. 5-in digər nöqtəsi buradadır. Gəlir 10-a və nə oldu? Qapandı da tezdən onu yazmalı deyiləm. Yaxşımı? 5-dən 10-a qayıdır. Dəstələri bir-bir tapırsan. Bir də məsələn, hansı harda istifadə edirsiniz ki, başlayaq 9-dan. Fərqi yoxdur, dala qabağa, hara istəyirsən get. 9 gəlir 3-ə. 9 gəlir 3-ə. 3 gəlir 8-ə. 8 gəlir 7-yə. 7 də gəlir 9-a və bağlandı. Çox. 12 dənə rəqəm deyil. Baxın, 3 dənəsini burada tapmışam. 5 dənəsini burada 8. O da 4. 12-sini də tapdım. Bitdi. Dəstələr oldu belə. 3 dənə dəstəmiz var imiş. Bizdən nə istəyir? Dəstələri müəyyən edərək ən böyük dəstəyə aid olan çubuqların nömrələrinin cəminin ən kiçik dəstəyə aid olan çubuqların nömrələrinin cəmini olan nisbətini tapın. Bu nə deməkdir? Burada ən böyük dəstə sizcə hansı rənglə yazılandı? Yəqin mavi, düzdür? Ən böyük dəstə. Bunları toplayırsa olur 34. Ən kiçik dəstə olan, bax 3 dənə də qırmızı, 17. Bunları bir-birinə bölürsən cavab olur ki. Və imtahanda sən təbii ki, bunu belə yazmayacaqsan. Mən özüm rənglədim ki, rahat tapılsın ki, bunu elə bir imtahan formatı kimi işləyək. İndi nə edirəm? Bax, yenə dəstələrə müəyyən edir. Bax, gəl başlayaq hardan? Başlayıram tutalım, nə bilim, 1-dən başlayaq, bax buradan. Bax, yazmayacağım da üstünə. 1 gəlib nəyə birləşir? 12-yə. 12 nəyə gəlir? 12-nin digər nöqtəsi buradadır. Gəlib birləşir 6-ya. İndi sən burada bu kursor əvəzi 50 də. Bir də gözləyin. Bax, imtahanda necə eləyirsən? Bax, tutursa 50 buradan. Misal üçün, bax 1. Düzdür? 1-dən başladım. 1 gəlir 12-yə. 12-yə. 12 gəlir. 12-nin digər nöqtəsi buradadır. Gəlir 6-ya. 6-nın digər nöqtəsi buradadır. Gəlir 9-a. 9-un digər nöqtəsi buradadır. Gəlir 11-ə. 11-in digər nöqtəsi buradadır. 11-in digər nöqtəsi buradadır. Gəlir 1-ə və nə oldu? Bağlandı da. 11-dən sonra 1-i yazmalı deyilsən. Düzdür? 1-i yazdım. Bitdi. Bu bizim bir dəstəmiz oldu. Keçirik ikinci dəstəyə. İkinci dəstəni hardan başlayırsan? Bax, bu rəqəmlərdən başqa ürəyin istəyən rəqəmi götür. Burada misal üçün gələ 2-dən başlayırdı. 2 yoxdur axı burada. 2-dən başlayıram. 2 yazdım. 2 gəlir 8-ə. 8-in digər ucu buradadır. Gəlir 4-ə. 8-in digər ucu gəldi 4-ə. 4-ün digər ucu 7-yə gəlir. 7-nin digər ucu gəlir 2-yə və bağlandı da tezdən 7-dən sonra 2-ni yazdım. Bitdi. Bir də axırıncı dəst. Bax, axırda mən 5, bu da 4. 9 çubuğu tapmışam. 3 dənəsi qalır.
Hansı rəqəm yoxdur? Bax, məsələn, 3 rəqəmi görürsünüz, yoxdur da burada. Gəl 3-dən başlayaq. Bax, burada hələ. 3. 3 gəlib birləşir 10-a. Onun digər nöqtəsi burada da gəlib birləşir 5-ə. 5-in də digər nöqtəsi burada gəlib 3-ə bağlantısı bitdi. Bax, mən bütün şeyləri tapdım, dəstələri. Çünki 5 dənə çubuğum burada var, 3 dənə çubuq, 4 çubuğum, 3 dənə çubuğum hamısı. İndi daha bizdən nəsə istəyir də, gör nə istəyir. Deyir ki, ən böyük dəstənin, ən kiçik dəstənin cəmdə olan fərqi tap. Ən böyük dəstə budur, rəqəmləri toplayırsan bunları. 39, ən kiçiyi də budur, 18. Çıxırsan, alınır 20. Bu sual axırıncı dəfə 2022-ci ildə falan düşürdü imtahana, 21-22-ci illərdə. İnanırsınız, düşmürdü imtahanlara. Çox müəllimlər də keçmirdi bu sualı. Ki, yəni onsuz da düşmürdü, köhnə sualdır. Mən onu həmişə keçirdim. Çünki bu elə bir şeydir ki, yəni neçə ildir düşmürsə, deməli, yəni o demək deyil ki, düşməyəcək. Gəldi bu son 3-4 imtahanın birində bax bu sual var idi. Tam xatırlamıram hansı imtahan idi. Bax son 5-6 ay əvvəlki imtahanlar dinlə. Noyabr idi, nə oktyabr idi, bax bu ərəfədə. Məncə bu çətin deyil, ən asanı. Deməli biz keçdik Hitori, yox. Sudoku, Kakuro, Toshiki, amma Akvaryum. aha, bəli. Müəllim, sizdən bir şey soruşum. Bunlarda aşağıya gələ bilmərik. Bəyəxlam 8-də yuxarı getdikdə, 8-də aşağı gələ bilməzdik yuxarı getmək yerinə. Ha, burada 2-dən belə getmişdik də. 2-dən Bəyəx 8-ə deyəsən 2, hə, belə olar, aşağı istəsən gələ belə. bilməzdik. Necə aşağı bura? Hə də siz bəyəx yuxarı getdiniz. Mən düşünürdüm ki, aşağı gedərsiniz. Bilmirəm, tam yadımda deyil. 2, 8 qalıb ağlımda elə bilirəm. Burada bax, bu fərqi yox. Bax, məsələn, bu nöqtəni götür. Bax, 8-in 2 Bəli, dənə nöqtəsi var da. Bir budur, bir bu. Düzdür? bəli. Hansını istəyirsən götür. Mesela bax, bunu götürsün. Başa Eyni şeydir. Bax, düşdüm. məsələn, bu necə olacaq? 8, 2, 7, 4. Düzdür? Bitdi də. Bəli. 8, 2, 7, 4. Bax, görürsən belə oldu. 8, 2, 7. Hə, Eyni şey onu soruşurdum ki, aşağıdan götürə bilərik. ola bilər. Hə, bax, 8, 4, 7, 2, 8. Yəni, eyni şey gəlsin. Hə, bildim mən. Deməli, biz növbəti dəfə keçəcəyik sınıq xətt, hitori, bağlantılar, yəni deformasiyalar. Başqa nə qaldı? Üçbucaqlar. Bitdi. Bugün keçdik sudoku, futoshiki, akvaryum, bir də sınıq xətt. Sudoku, futoshiki. Kakuro da keçdik, hə. Heç nə. Bunların ayrı-ayrı göndərəcəm izahlarını, PDF-i göndərəcəm. PDF-də qarışıq olacaq ha suallar. PDF-də baxın, mən sizə deyim indi də. Bax, bunlar hitoridir. Bax, keçməmişik bunları. Hitoriləri yazmayın. Onsuz yaza bilməyəcəksiniz böyük ehtimalla. Bunu da oxuyub başa düşməyəcəksiniz. Bunlar sınıq xətti. Bunları da yazmırsınız. Bunları növbəti keçəcəyik. Bu bağlantılar yaza bilsəz yazarsınız, asandır. Onsuz deyəcəm gələn dəfə. Bax, bu üçbucaqlar. Bunları da keçəcəyik. Qalan hər şey keçmişik. Bax, bu da həmçinin üçbucaqlara aid. Başqa bir sualınız var? Xeyr, müəllim. Hə, rekordu göndərəcəm. Narahat olun. Tamam. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun müəllim. Belə qarşı.